Demək, yazıblar ki, salam, çox sağ olun. Xahiş edirəm, asma xəstəliyinin müalicəsindən də danışasınız. Çox əziyyət çəkirəm. Yaxşı. Demək, asma xəstəliyi odur ki, demək, ağciyərin içində baloncuqlar var, baloncuqlar. Orada elə bil oksigenlə karbonun alış-verişi gedir. O baloncuqların içi iltihabla dolanda artıq o baloncuqlar elə bil ki, belə işləməli idisə, artıq səriyir. Belə səriyir. İşləyə bilmir. Alış-veriş getmir. Ona görə də bax burada elə bil infeksiyon proses deyim də. Bu ağciyərlik deyil, bu qandadır. Qan təmizləmək lazımdır. Gedin qanın ümumi analizini verin. Sonra ECS verin, CRP verin. Baxın görün qanda iltihab. Birinci onu təmizləmək lazımdır. Orada problem varsa səhifəmdə var. Girin inşallah onu təmizləyin. Bir də ki, ağciyərdə təmizləmək üçün bir qarışım deyim sizə. Biyan kökü götürürsünüz təxmini 300 qram. Sonra bağa yarpağı götürürsünüz 300 qram. Dəvədabanı götürürsünüz 300 qram. Bunların hamısını bir-birinə qarışdırırsınız. Qarışıqdan 2 dolu xörək qaşığı götürüb 3 stəkan suda 10 dəqiqə asqondan qaynadırsınız. Bunu da içirsiniz. Bax bu qarışım elə bil orada o baloncuğun içində olan o iltihabı, bərkimiş möhtəviyyatı Allahın izni ilə əridəcək. Bronxların deşiklərini genişlədəcək və onu tükcülər vasitəsilə üzü elə bir qırtlağa doğru gətirəcək. Artıq ora gəlib çatanda elə bir siqnal gələcək və siz öskürəcəksiniz, onlar hamısı töküləcək zaman keçdikcə. Yəni sistem mükəmməl yaradılıb. Allah Sübhane və Teala orqanizmi elə belə yaratmır. Bu sizə adi gəlməsin. Vallahi ki mən ayələr oxuduqca dəhşətə gəlirəm. Quran-ı Kərimdən.